Salam əziz izləyicilərimiz. Bugün sizə qanajın hazırlanma qaydasını çəkmək istədim. Xoş izləmələr. Deməli, məndə tort çox böyük olduğuna görə mən 600 qram götürmüşəm. 600 qram damla şokoladı ya Bermari üsulu, ya da mikrovalnovkada qəşəng əridirik. O əriyənə kimi biz 300 qram da kərə yağı çəkirik. Yağ otaq temperaturunda olmağı daha məsləhətlidir, amma mən tələsirdim, həm də gec bilmişdim. Ona görə mən də mikrovalnovkada hazırladım. Mikrovalnovkada isitdim. Hər ikisini mikrovalnovkada qəşəng tam əriyənə kimi isidirik. 300 qram yağ, 600 qram damla şokolad. Mən belə götürmüşəm. Amma siz normal tortdursa sizdə, normal ölçüdə tortdursa, onda siz 300 qram damla şokolad, 150 qram kərə yağı götürün. Baxın, damla şokoladı əritdim mikrovalnovkada. Baxın, bu formada olmalıdır. Gördüyünüz kimi yağ da əriyib, tam otaq temperaturu kıvamına gəlib. Hər ikisini birlikdə qarışdırırıq. Mütləq elə qarışdırın ki, içərisində yağlar qalmasın, yəni eyni kütlə halına gəlsin. Mütləq yaxşı qarışdırılmalıdır. Hər ikisi bir-birinə təmiz qarışmalıdır. Çünki biz onu qarışdırmasaq yaxşı, tortun üstündə topak-topak qalar və yaxşı alınmaz. Bizim qanajımız yaxşı alınmaz. Qanajı mərtəbəli tortlarda, marsipanlı tortlarda istifadə eləmək vacibdir. Olunsa daha yaxşı olar. Baxın, spatula ilə təmiz bir-birinə yedirdim. Əgər baxın, orada hiss olunur ki, kənarlarında, qabın kənarlarında, bəzi yerlərdə şokolad donur. O zaman narahat olmayan, yenidən isidib hamısını eyni kütlə halına gətirə bilərsiniz. Mikrovalnovkada yenidən isidin. Duru halda olsun ki, bizim tortumuzun üzərində tam rahat işləyə biləsiniz. Buzluqdan çıxarılmış tortun üzərinə çəkəcəyik bunu. Bu qədər qızlar. Bu da bizim qanajımız. Çox rahat, çox asan. Bir də zəhmət olmasa bizim şirinli-şirniyyat yazaraq YouTube kanalımıza abunə olmanızı xahiş edirəm. Dəstək olun, abunə olun, bəyənin, rəy yazın. Sağ olun, öpürəm hamınızı.